Stoisizmə görə insanları tanımağın ən təsirli 10 metodu. 1. Əksər insanlar maska taxır. Səthə aldanma, dərinliyə bax. 2. İnsanlar fayda görməyəndə uzaqlaşır. Bunu şəxsi qəbul etmə, fakt kimi qəbul et. 3. Sədaqət nadirdir. Etibarı yavaş-yavaş qazan. Tez-tez sınamağı unutma. 4. Çoxları gizli niyyətlə gülümsüyür. Üzə deyil, əməllərə bax. 5. Qısqanclıq çox vaxt tərifin arxasında gizlənir. Əhsən deyilən hər söz xeyirxahlıq demək deyil. 6. Sərhədlərini müdafiə etməsən hörmət etməzlər. Mehriban ol, amma sərt durmağı da bil. 7. Zəif düşüncəli insanlar ən gür səslərin ardınca gedir. Özün sakit düşünməyi öyrən. 8. Çoxları sənin yaxşı olmağını istəyir, amma onlardan yaxşı yox. Yenə də böyüməyə davam et. 9. Qurbanlar çox vaxt manipulyator olur. Şüursuz empatiya özünü məhv etməkdir. 10. Səni xilas etməyə heç kim gəlməyəcək. İnsanları yaxşı oxu, amma yalnız özünə güvən.